Sumqayıtda zəhərlənən 6 uşaqdan biri vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin müalicəsi davam edir. Qeyd edək ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hamam otağına gəliblər. Bu zaman dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya aparılıb, həkimlərin müdaxiləsindən sonra vəziyyətləri stabilləşib. 6 uşaqdan ikisinin müalicəsinin xəstəxanada davam etdirilməsi tövsiyə olunsa da, valideynlər onları da evə aparıblar. Daha sonra uşaqların vəziyyəti pisləşdiyindən yenidən xəstəxanaya müraciət ediblər. Siyəzəndə də 5 nəfər dəm qazından zəhərlənib. APA TV xəbər verir ki, aprelin 3-də Siyəzən Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsində dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər müraciət edib. Onlardan 2 nəfər Rəsulova Leyla Şamil qızı və Hacıyeva Xəyalə Adil qızı təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya çatdırılıb. Digər 3 nəfər Kərimova Azadə İsmail qızı, Cəlilova Zeynəb Şəfaqət qızı və Nəzərova Vəfa Mürvət qızı yaxınları tərəfindən tibb müəssisəsinə yerləşdiriliblər. Xəstələrin xəstəxanaya qəbul olunarkən vəziyyətlərinin stabil olduğu bildirilib. Onlar əsasən boğulma, hissi, boğazda qıcıqlanma və ürəkbulanma şikayətləri ilə müraciət ediblər. Hər 5 xəstəyə yerindəcə yardım göstərilib, vəziyyətləri stabilləşəndən sonra evə buraxılıblar. Siyəzən rayon mərkəzi xəstəxanasından bildirildi ki, ötən gün saat 17:40 radələrindən başlayaraq dəm qazından zəhərlənmə şübhəsi ilə 5 qadın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Hər birinə zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar. Aprelin 2-də Marneoli şəhərində bıçaqlanmış 20 yaşlı Ümid Bayramovun qətli ilə bağlı yeni detallar məlum olub. 24 Newsun məlumatına görə hadisəyə səbəb olan münaqişə martın 26-sında mərhum ilə 22 yaşlı şəxs arasında toyda başlayıb. Bildirilir ki, ağır cinayətdə ittiham alınan 22 yaşlı Emin Yusubov Ümid Bayramovu toy günü qisas almaqla hədələyib. Dünən isə onu evinin yaxınlığına çağıraraq bıçaqla boğazını kəsib. Hadisə şahidlərinin sözlərinə görə ağır yaralanmış gənc hadisə yerində çoxlu qan itirərək həyatını itirib. Yerli sakinlər bildirirlər ki, mərhum qaçmağa çalışsa da hücum edən şəxs onu yaxalayaraq öldürüb. Qışqırıq səsinə çıxdı. Artıq çox adam yığılmışdı. Dedilər ki, biri qaçırdı, digəri isə onu təqib edirdi və bu həyətə daxil oldular. Yazıq hasardan tullanmaq istəyirdi, amma çatmadı. Onu yaxaladı və boğazını kəsdi. Eşitdiyimə görə onların arasında problem toyda yaranmışdı. O vaxt mübahisə ediblər və qonşumuz da ona səni bağışlamayacağım deyə hədələyib. Sonra da belə qisas aldı deyə sakinlərdən biri bildirib. Başqa bir sakin isə qeyd edib ki, yaralı gənc təxminən yarım saat kömək istəyib. Mən gələndə artıq hamı çöldə idi, o isə qaçmışdı. Təcili yardıma belə zəng etməyə qorxurdular. Mən zəng etdim, amma artıq gec idi. Hadisə yerində ölmüşdü. Boğazında dərin kəsik vardı deyə sakin qeyd edib. Xatırladaq ki, hadisə ilə bağlı saxlanılan 22 yaşlı şəxsə qarşı ittiham irəli sürülməsi gözlənilir. Araşdırma Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Bu da 15 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.